Salam xanımlar, hər kəsi salamlayıram. Yeni bir vloqa başladım. Bugün gedirik Qubaya yoldaşımla birlikdə. İlqarın 1 yaşı olacaq. İstəyirik rayonda qeyd edək. Biz gəldik, çıxdıq Qubaya. Yenə həmişə kimi İlqar oturmurdu. Narahat olur maşında yol gedəndə. Gözlədik otağı yığışdırsınlar, biz də keçək otağa. Bura Qubanın Şahəsəri istirahət mərkəzidir. Bir gün qalacağıq burada. Sonra isə inşallah Bakıya qayıdacağıq. Bura biz qaldığımız ayrıca kotecdir. Bura onun qonaq otağıdır. 2 otaqdan ibarətdir. Çox təmizdir, səliqəlidir. Bura isə yataq otağıdır. Hər şey çox xoşumuza gəldi. Hamısı tərtəmiz idi. Bura kotecin balkon hissəsidir. Burada oturmağa stullar var. Qızlar mənzərəyə baxın, çox qəşəngdir. Təbrik edirəm. Sağ olun. Kızlar tortu kəsdik. Sonra isə otağa gəldik. Burada İlqar atası ilə oynayır. Orada da heç dayanmadı. Ona görə gəldik otağa. Sabahınız xeyir qızlar. Durmuşam. Çox gözəl hava var. Təmiz havada. Qızlar, biz artıq Bakıya qayıdırıq. Burada hər şey çox yaxşı idi, çox xoşumuza gəldi. Biz bir gün qaldı, ayrıca kotec götürmüşdük. Əgər gəlmək istəsəz, Qubada yerləşir Şahəsəri istirahət mərkəzi. İnşallah Bakıya qayıdım. Qızlar, İlqar üçün bir neçə payız və qış geyimləri almalıyam. İnşallah onları da alım, sizlə çəkib paylaşacağım. Qızlar, bugün getmişdim İlqar üçün payız və qış üçün bir neçə şeylər almağa. Hamısını fərqli yerlərdən almışam. İndi açıb hamısını bir-bir sizə göstərəcəm. Mesela birinci bu balaca paketdən başlayaq. Belə ayaqqabı götürdüm İlqar üçün. Belə uygilər götürdüm İlqar üçün qışda geyinməyə. Bunları qızlar Forte Kids'dən almışam. Bəzilərini LCY2'dən almışam. Belə bir marka götürdüm, şortik ilə dəst. Belə bir body götürdüm. Yenə belə bir body. Belə bir kalkutka götürdüm, 2 dənə. Belə İlqar üçün qalın şalvar götürdüm. Belə jiletka götürdüm. Belə qara renk sport şalvar götürdüm. Belə bir kofta götürdüm. Belə bir yine başka cür kofta götürdüm. Belə 4 tane çorap götürdüm İlqar üçün. Belə.
isə LCY 2-dən aldıqlarımdır. Belə bir dəst götürdüm qızlar. Bu koftası ilə bir yerdədir. Bir də belə bir papaq götürdüm. İçi biraz tüklüdür. Kızlar, bunu isə 9 mikrorayonda başqa bir mağazadan aldım. Belə bir pijama idi. Pijama götürdüm. Belə bir geyim götürdüm İlqara. Çox qəşəngdir də, rəngi çox şirindir. Belə bir dəsti. Belə bir şey. Yenə belə bir nazikdir. Dəst götürdüm şalvarla bir yerdə. Yenə belə bir corab. Belə bir kofta götürdüm. Belə bir cins şalvarı götürdüm. Kızlar, aldıqlarım bu qədər. Məni izlədiyiniz üçün çox sağ olun. Kanala dəstək olun. Kanala abunə olmağı unutmayın. Aşağıda da rəylərdə öz fikirlərinizi bildirərsiniz. Aldıqlarım xoşunuza gəldi. Hələlik.